Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü keçirilib. Tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların rəhbər şəxsləri, akademiyanın professor müəllim heyəti və valideynləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, həmçinin vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir. Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabət qabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərlərində çalışmalıdırlar. Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişləndirilməsindən, tədris keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs edib. Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub. Valideyn Nururzalı çıxış edərək məzunları təbrik edib. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris mühiti yüksək qiymətləndirilib. Müəllimlərə təşəkkür bildirilib. Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Məzunlar adından çıxış edən Aysil Həsənova, Lamiyə Ağayeva və Şahanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb. Onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər. Sonra təhsildə və akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub. Məzun günü bədii hissə ilə davam edib. Məzunlar musiqi sədaları altında bir-birlərini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.